Salam, xoş gəlmisiniz. Xoş gördük. Özünüzü təqdim edin. Safora Qafarova, Aras Supermarket MMC-nin Keyfiyyətin və Qida Təhlükəsizliyi İdarə Olunması Departament Müdürü. Neçə ildir işin içindəsiniz? Bu sahədə menecer kimi 16 illik təcrübəm vardır. Müxtəlif qida və qeyri-qida sahələrində, müxtəlif sənayelərdə, yerli və beynəlxalq şirkətlərdə fəaliyyət göstərmişəm. İşiniz barədə ətraflı məlumat verə bilərsinizmi? Hazırki işimizin əsas məqsədi müştərilərin məmnunluğunu təmin etməkdir və şirkətin keyfiyyət sahəsində olan risklərini minimuma endirməkdir. Bu məqsədə nail olmaq üçün tədarük zəncirinin hər bir mərhələsində keyfiyyət standartlarının qorunub saxlanılması ilə məşğuluq. Pərakəndə ticarət sahəsində keyfiyyətə nəzarət niyə bu qədər vacibdir? Proses necə həyata keçirilir? Ümumiyyətlə, hər bir sahədə keyfiyyətə nəzarət çox önəmlidir. Sadəcə pərakəndə ticarətdə onun təbiətindən asılı olaraq digər metodlardan istifadə olunur. Belə ki, pərakəndə ticarət özü dinamik, tez dəyişən bir təbiətə malikdir və biz impulsiv alıcılarla işləyirik. Həmin sahədə tətbiq elədiyimiz keyfiyyətə nəzarət özü daim inkişaf edir, daim təkmilləşir. Keyfiyyətə nəzarət prosesində ən önəmli mərhələ hansıdır? Giriş nəzarətini. Belə ki, girişdə nəzarəti gücləndirməklə biz sonda müştəri məmnunluğunun təminatına zəmanət yaradırıq. Ona görə də girişdə daha diqqətli, daha məsuliyyətli olmaq işçilərdən tələb olunur. Aras Supermarketlər şəbəkəsində satılan məhsullar rəflərə gəlməzdən əvvəl hansı keyfiyyət yoxlamalarından keçir? Bir çox yoxlanışlardan keçir. Belə ki, məhsul rəfə çıxmamışdan əvvəl ilk öncə onun vizual yoxlanışı həyata keçirilir. Müəyyən bir qüsurlu, tamlığı pozulmuş məhsullar ümumiyyətlə rəfə çıxmamalıdır. Onların müddətləri yoxlanılır. Müddəti bitmiş məhsullar rəfdə olmamalıdır. O etiket məlumatları yoxlanılır. Etiketlərin üzərində olan məlumatlar tam dolğun şəkildə olmalıdır. Orqanoleptik yoxlanışlar həyata keçirilir. O cümlədən də məhsulların laborator analizləri yoxlanılır. Əgər bir məhsul standartlara cavab verməzsə, hansı addımlar atırsınız? Tədarük zəncirinin hansı mərhələsində aşkar edilməsindən asılıdır. Məsəl üçün, mal girişi zamanı əgər aşkar olunarsa, ümumiyyətlə həmin məhsul qəbul edilmir. Yox, məhsulun əgər saxlanılması müddətində aşkar olunarsa, artıq həmin məhsullar dövriyyədən çıxarılır, imha olunur. Və ümumiyyətlə, hansı mərhələdə aşkar olunmasından asılı olmayaraq, həmin uyğunsuzluğun idarə olunması ilə məşğul oluruq və tədarükçülərlə bir yerdə konsolidə olunmuş vəziyyətdə uyğunsuzluğun gələcəkdə təkrarlanmaması istiqamətində addımlar atılır. Pərakəndə ticarət sahəsində keyfiyyətin təmin edilməsində əsas çətinliklər hansılardır və onları necə aradan qaldırırsınız? Bundan öncə dediyimiz kimi, pərakəndə ticarət şəbəkəsi çox dinamikdir. Bundan əlavə olaraq, pərakəndədə məhsulların çeşidliyi həddindən artıq çoxdur. Belə olduğu halda bu o deməkdir ki, hər bir məhsulun keyfiyyət standartları da müxtəlifdir. Bundan əlavə olaraq personaldan asıllıq. Marketlərimizdə personaldan asıllıq bu o deməkdir ki, istənilən insan amilinin təsiri çox güclüdür. Yəni, onların diqqətsizliyi nəticəsində yararsız məhsul satış rəfinə çıxmış ola bilər. Keyfiyyətə nəzarətdə hansı alət və metodlardan istifadə edirsiniz? Bir çox nəzarət metodları vardır və bunların hamısı demək olar ki, konsolidə olunmuş vəziyyətdə tətbiq olunur. Bu, vizual baxışdır, məhsulların tələb olunan sertifikatlarının yoxlanışıdır, həmçinin istehsalçıların, tədarükçülərin özlərinin fəaliyyət göstərdiyi sahədə müəyyən bir icazələrin, lisenziyaların yoxlanışıdır, etiket yoxlanışıdır, məhsulların laborator analizləridir. O cümlədən hər bir etapda proseslərin keyfiyyətinin yoxlanışıdır. Mövcud tendensiyalar və bazardakı dəyişikliklər işinizə necə təsir edir? Keyfiyyətin nəzarətinə birbaşa təsir eləyir. Məsəl üçün, hal-hazırda rəqəmsallaşma gedir və bu tendensiyaya uyğunlaşmaq üçün keyfiyyətin idarə olunması xüsusi proqram təminatı üzərindən həyata keçirilir. İzlənmə prosesi hal-hazırda Aras Supermarketlərdə tətbiq etdiyimiz SAP sistemi üzərindən həyata keçirilir. Bu tendensiyalara, dəyişikliklərə həmçinin müştərinin tələbləri də daxildir. Belə ki, müştərinin tələbləri daim dəyişkəndir və daim artmaqdadır.
və bu tələblərə uyğunluğu təmin etmək üçün keyfiyyətə nəzarət də daha da gücləndirilir. Müştərilərimiz daha sosial məsuliyyətli olublar. Artıq bu da öz növbəsində məhsulların yalnız müəyyən keyfiyyət standartlarına cavab verməsi deyil, həmçinin ətraf mühitə təsiri özü önəm kəsb eləyir və yaxud insanın sağlamlığına təsiri önəm kəsb eləyir. Ona görə keyfiyyətə idarə olunması da, nəzarəti də bu istiqamətdə yönlənmişdir. Hansı şəxsi keyfiyyətləriniz bu sahədə sizi uğurlu eləyib? Yəqin ki, səbirli olmağım, inadkar olmağım və analitik düşüncəyə malik olmağım, təhlil aparmağı bacarmağım. Keyfiyyətə nəzarət mütəxəssisinin əsas məsuliyyətləri nələrdir? Keyfiyyətə nəzarət mütəxəssisinin əsas məsuliyyəti tədarük zəncirinin hər bir etapında müəyyən olunmuş keyfiyyət standartlarını qorunub saxlanılmasını təmin etməkdir. Onun içərisində inanın hər bir şey vardır. Yeni əməkdaş seçərkən sizin üçün ən vacib meyarlar hansılardır? İstənilən hər bir namizəd müsabiqəyə gələndə onun əvvəlki işdə gördüyü iş barəsində soruşuram və həmin iş barəsində danışanda artıq müəyyən bir onun fərdi keyfiyyətlərini müəyyən etmək olur. Bunlardan da mənim üçün ən önəmlisi detallara daha dəqiq yanaşma, analitik düşüncəyə malik olması, müəyyən bir standartları, formalara dair biliyin olması, texniki savadlığı, sənədlərlə işləmə qabiliyyətinin olması. Bu sahədə çalışmaq istəyənlərə hansı məsləhətləri verərdiniz? Elə bu yaxınlarda bir dənə namizədi götürürdük və ona sonda belə bir sual verdim. Sən əminsənmi bu sahəni seçmək istəyirsən? Belə ki, həmin şəxs sahəsini demək olar ki, dəyişirdi. Bu sahəyə sadiq qalmaq lazımdır. Bir sözlə bu sahənin fanatı olmaq lazımdır. Əks halda bu sahədə işləmək qeyri-mümkün olacaq. Çünki bu sahədə daim müqavimətlə üzləşir və buna daim hazır olmalıdır. Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Çox sağ olun, minnətdaram ki, məni də dəvət elədiniz. Layihə düzün desəm çox maraqlıdır. Bu layihədə hətta digər əməkdaşlara baxanda özüm bəzi məqamları da özüm üçün öyrənirəm.